Hər kəsə salamlar dostlarım, necəsiz, keyfiniz, halınız necədir? Ümid edirəm yaxşısınız. Dostlarım, bugün sizlərlə birlikdə fərqli bir içəriklə qarşınızdayım. Necə bir içərik? Garena Free Fire-da belə deyim, ilginc hesablara baxacağıq. Hansı ki, qəribə hesablarda necə deyim, uşaqlar, nə 101 level olar, nə bilim 1 milyon like olar, nəsə belə bir şeylər də option uşaqlar. Gəlin çox uzatmadan keçək videomuza. Uşaqlar, burada kısa bir momentli videonu bölmək istəyirəm. Dostlarım, 750 takip olduq və 1K olmağımıza çox amma çox az qalıbdı. Mən bu strateji tezləşdirmək istəyirəm. Bu da sizin əlinizdə olan bir şeydir. Sizdən istədiyim 10 saniyənizi ayırıb aşağıdan bizə like atıb, abunə olub, zil mi deyirlər, çan mı deyirlər, hər nədirsə onu açın ki, videolarımızdan xəbərdar olun. Çox uzatmaq istəmirəm. Gəlin keçək videoya. Takip atmağı unutmayın. Uşaqlar, buradan giririk arkadaşlığa. İlk hesabımız ID'si ilə diqqət çəkən bir hesabdır. Qısaca uşaqlar belə 1, 2, 3, 4, 5, 6, 7 və 8. Всё. Bu hesabda uşaqlar 67 leveldir. Yəni 3 milyon 418 mində like var. Yəni bunu başa düşürsünüz uşaqlar nə deməkdir? 3 milyon 418 min like. 3418k. Hesabımızın ID'sinə görə belə seçilən bir hesabdır və bu hesab səhv etmirəmsə V işarəsi var idi, amma indi yoxdur. Mən qabaqca baxanda var idi. Hesabımız yəni ki, görürsünüz də elmas vurulan hesabdır. 8 leveldir. Bura AK falan qoyub, yəni profildə belə fərqli bir şey yoxdur. Tək fərqli olan şey odur ki, like-ı və ID-si. Like-ı da yəqin ki, ID-sinə görə bu qədər çox yığılıbdır. Battle Royale-dan ancaq ekip girir. KD-si də yəni zəif bir KD-yə sahibdir. Silahlar, yəni normal hesabdır uşaqlar. Prosta ID-si diqqət çəkir. Keçək sıradakı ID-mizə. Burada ID-miz sıradakı belə bir ID-dir. Bunu. Cımıqatto 33 leveldir. 30 gün əvvəl girilmiş bir hesabdır. Hesaba baxsaq burada ağ hatası. MS fərqinə görə hesabı göstərmir. Hesabda burada baxsaq, bu hesabda çox da belə fərqli bir şey yoxdur. Elit paslar falan alıbdı. Yəni elə də böyük bir şey yoxdur. Buradan baxaq görə like-ında nəsə bir şey varmı? Like-ında da fərqli bir şey yoxdur. Sadə hesabdır bu. Gəlin keçək digər hesabımıza. Burada uşaqlar ID-si ilə diqqət çəkən, adı da Krono olan bir hesab var. Bu deyilənə görə, yəni deyilənə görə yox, %90% Cristiano Ronaldo'nun Free Fire ilə olan anlaşma vaxtında onun hesabı idi, kısaca belə deyim. Klanının da adı Free Fire Hıqıdır. Hıqıya da buradan salam olsun. 752 min like. Sırf Cristiano'nun hesabı olduğu için 752 min like'dır və XM8'i burada Evo Max'dır. Cristiano Ronaldo oynadığı vaxtda yaxşı elmas vurub deyəsən. Deməli, baxsaq burada başqa fərqli bir şey yoxdur. Yəni Cristiano Ronaldo'nun hesabıdır, 752 min like-dır. Keçək digər hesabımıza. Buradan baxsaq uşaqlar, digər hesabımızın adı biraz qəribədir. 30 gün öncə girilmiş bir hesabdır və 82971 like-dır. Hesaba girsək, hesabda ID-si fərqlidir. ID-sinə görə yəqin bu like atılıb və qəribə formada bir dəqiqə. Bəli, qəribə formada birinci elitdən oynanan hesabdır, ancaq hamısından 1-1, 2-2, 3-3 belə alınıbdır. Qəribə bir hesabdır, 39 leveldir, köhnə bir hesabdır, unutulmuş bir hesabdır, 82 mində like-ı var. Keçək digər hesabımıza. Digər hesabımız dostlarım belə bir hesabdır. ID-si 876 54 321. ID-sində bir fərqlilik yoxdur. 5 leveldə 30 gün əvvəl girilib. Ancaq hesaba girib like-ına baxsaq 212 min like-ı var. Yəni necə deyim, nə levelində bir fərqlilik var, nə
like-ında bir fərqlilik var. Yəni hesab 0-a 0, əldə var 0-dır, amma belə bir like var. Fikrimcə bu Free Fire-ın adminləri, yəni Free Fire necə deyim, testerlərinin hesabıdır. Yəni içindəki etkinlikləri falan yəqin ki buradan baxırlar. Çünki belə bir like-ı başqa cür yığmaq mümkün deyil. Oynanılmayıb belə hesabda. Keçək sıradakı bizim ID-mizə. Uşaqlar, digər ID-miz çox belə necə deyim, sadə bir ID-dir. 1-2-3-4, 1-2-3-4. Like-ına baxsaq 59.000 like var. Hesabda yenə heç kim oynamayıb. Hesab heç necə deyim, prosta yaradılıb da. Yəni nə içində oynanılıb, nə bir şey olunub. Heç bir elit pas yoxdur. Bu da yəqin ki razrabotiklərin, adminlərin hesabıdır. Baxsaq hər şey bombalan boşdur, heç bir şey yoxdur. Keçək digər hesaba və burada bu arada oynanılmamağına baxmayaraq bu bir dənə boya pas gəlmişdi. Onun şəkildə bu nə tərə var bu hesabda mənə çatmadı. Keçək digər hesaba. Uşaqlar, digər hesabımız ID-si ilə diqqət çəkən bir hesabdır. 2 belə 8 dənə 2-dir, 14 leveldir və 391.000 like-dır. Baxsaq burada hesabımız oynanılmayıb, amma 391.000 like və 14 leveldir. 14 level nətər yığıb mənə çatmayıb. Çünki mən bilən oynanılanda hansısa boya pasda, o boya pas burada görünür. Yəni alınmasa belə boya pas deyirəm, elit pas olsun, boya pas olsun belə də. Buralarda da KD-lərdə bir şey yoxdur, bombalan boşdur, amma necə olursa level də var, like da var. Və bəli qaqalar, sıradakı hesabımız Harold hesabıdır, bir admin hesabıdır. Yəni hesabının dəyərini bilən bir dostumuzdur, hələ də oynayan bir dostumuzdur. Hesabı 7 yaşındadır, yəni köhnənin bir hesabıdır. Onsuz da belə bir ID ilə köhnə olarsan. Bu arada neçə sayılı da ID? 1, 2, 3, 4, 5, 6, 7, 8'dir və bu hesabın ilk açılmış hesab olmaq ehtimalı var. Çünki ilk açılmış klana baxanda onu baxmaq üçün 1, 0, 0, 0, yəni 8 dənə 6 dənə 0 yazıb axırına da bir dənə 1 qoymaq lazımdır. Bu ola bilər ki oyunda ilk açılmış hesab olsun. Ehtimal var. Bu nədir bəs? En yüksək puan. Bu bizim serverdə yoxdur. Nəysə. Baxsaq burada TikToku var. Harry Bro. Yəni gəlib baxa bilərsiniz TikTokuna. 7 yaşındadır. Hələ də oynanılan bir hesabdır. Buradan boya paslarına baxsaq, boya paslarında levellər yüngülvari çoxdur. 389, 300, yəni bunları almaq üçün elmas vurmalısan, amma o qədər də çox deyil. Bax, burada 1601 var misal üçün. Bax, bu həqiqətən çoxdur. 700, 1000, yəni dostumuz oyuna pul yatıran bir adamdır. Bax, bunu niyə almayıbsan? Çox nə bilim, buna bağışalıb. Bir dənə bu yoxdur hesabda. Bütün boya pasları alıbdır. Full bir hesabda 63 leveldir. Heç bir klanda da yoxdur. Keçək digər hesabımıza. Qaqalar, digər hesabımız Test 001 adında bir hesabdır. 30 gün əvvəl girilib, yəni hesabın deaktiv olduğu göstərilir. 100.000 like var, ancaq hesabın adı diqqəti çəkir. Test 001. Bu da nə deməkdir? Bu Garenanın işçilərinin oyunu test amaçlı açdığı hesablardan biri olmalıdır. Belə düşünülür. Bu da 6-cı açılan hesab olmalıdır oyunda, səhv etmirəmsə. Buradan baxsaq, 1-ci, 2-ci eliti alıbdır. 3-ü almayıb, 4-ü, 5-i, 6-nı, 7-ni, 8-i, 9-u. 10 elit alıbdı. Digər ondan sonra nə elit alıbdı, nə də oynayıbdı. Belə baxsaq, genel baxışda heç bir şey yoxdur. Neçə vaxt oynanılmır. Qısaca belə. Gəlin keçək digər hesabımıza. Buradan baxsaq uşaqlar, digər hesabımızın adı Guang'dır, 43 leveldir. Köhnə bir hesabdır sırazı bayrağından baxan kimi. ID-sində bir sıra dışı bir şey yoxdur. Ancaq hesaba girsək, bu hesab əslində bu hesab o qədər də belə diqqət çəkici bir şey yoxdur. Sadəcə yaddan çıxarılmış bir hesabdır. 1-ci, 2-ci, 3-cü eliti alıbdı. Sonradan yaddan çıxarılıbdı bu hesab. Qısaca belə deyim. Yəni bu hesabda sıra dışı bir şey yoxdur. Bizim serverdə də belə hesab da oldu. Yəni 1-ci, 2-ci, 3-cü eliti alırlar, sonradan yaddan çıxır, ha vaxtsa tapılır və yaxşıca bir qiymətə satırlar. Bu hesaba çox bir şey deyənmərəm ona görə. Gəlin keçək digər ID-mizə.
Uşaqlar və son aidimiz, yəni necə deyim, bu mənim gördüyüm ən ilginc hesabdır. 30 gün öncə yazılıbdı. Hesabın adı Cimi Paperbagdır. Klanı da Game Master'dir. Hesabda uşaqlar gördüyünüz kimi 100 leveldir və sayamayacağım qədər çox like var. Və bu hesab necə deyim, şey hesab deyil də, nətər deyim sizə. Yəni nə idi onun adı? Hə, hilə. Hiləli hesab deyil. Hiləli hesabın ID'sini yazandan ya normal hesab kimi görünür, ya da ümumiyyətcə görülmür. Yəni hilə yükləyəndə misal üçün deyirəm, bu hesaba hilə vurdıq. Kasası 2025 olsa da nə kuşanırsınızsa kuşanın, mən bu hesabın özündə bu kombin varsa bu kombin görünür. Amma burada gördüyünüz kimi təzədən girək. Bəli, burada gördüyünüz kimi hesab özü 100 leveldir. Milyonlarca like var. Yəni 999K'nı keçəndən sonra milyon olur. Yəni 100 milyona yaxın like var. 100 leveldir. Bu bayraqdır, bu şəkildə heç bilmirəm, bizim serverdə olmayıbdı. Buradan girsək boya paslara, yəni normal bir hesab kimi alınıbdı boya paslar. Baxsam burada birinci elitdən açılmış bir hesabdır. Yəni qəribə bir hesabda açıq desəm. Belə boya pasların sayısında bir fərqlilik yoxdur. 200-300 arasıdır, ola biləcək saydadır. Hesabın belə digər bir yerlərinə baxsaq, hesabda strateji başqa bir şey yoxdur, gibi. İstek listəsində bir şey varmı? Burada da bir şey yoxdur. 100 leveldir dediyim kimi, yəni qəribədir. Qəribədir hesab. Və bu qədər. Uşaqlar, videomuz bu qədər idi. Sizə göstərə bildiyim qədər fərqli hesabları göstərməyə çalışdım. Gördüyünüz kimi cürə hesablar gördük. 100 levelindən tutmuş, nə bilim, milyonlarca like olana kimi. Belə videoların davamı üçün bizi takip etməyi yaddan çıxartmayın və uşaqlar, 1K-ya çox az qalıbdı. Artıq dərəcədə xahiş edirəm ki, hamı takip atsın. Uje 1K olaq. Öpürəm hamınızı. Video fikirlərinizi kommentə yaza bilərsiniz. Sağ olun, salamat qalın.